summativ qiymətləndirmənin keçirilməsi üçün şagirdlərdən pul yığıldığı iddia olunur. Bu iddiaya aid səs yazısını Sumqayıt şəhər Mikail Müşfiq adına 34 nömrəli məktəbin valideynləri Xəzər xəbərin qaynar xəttinə göndəriblər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyinin göstərişi ilə onlardan 5 manat summativ pulu tələb edilir. Pulu isə valideyn komitəsinin rəhbəri yığır. Valideynlər bu BSG-lərə pul yığılacaq. Bugün yazırdılar, indi müəllimə ediblər. BSG-lər üçün 5 manat pul atın, mən ona verməliyəm. Salam qızlar, hər vaxtınız xeyir olsun. Demək, məktəbdən 5 manat pul yığırlar. 3 manat monitorinqə, 2 manat da BSG-yə. Pulları da istəyirlər, 5 manat. Bilməm, Leyla yığar, yəqin pullar. Leyla, bir zəhmət olmasa sən yığ. Kartı at bura. Kimlər ki atacaq pulu, yaz, yığılsın, sabahda bir gündə təhvil verək məktəbə. BSG-nin qiyməti, yəni 5 manatdır. Yəni bu uşaqlar monitoring yazmır da, BSG yazıbdır. Xahiş edirəm, göndərin pulları, yəni Zeynəbdən müəllimə sabahlarım götürəcək pulu. Verməyən valideynlər bəziləri qalıbdır. Çoxu verib, bəzisi qalıb. Onun sabahlarım göndərin ki, Zeynəb pulu verə bilsin müəlliməyə. Valideynlərin bəziləri bu ödənişləri verməyəcəklərini bildiriblər. Burada nə valideyn komitəsinin, nə o pul yığan uşağın heç bir günahı yoxdur. Rəhbəri müəlliməyə nə deyirsə, müəllimə də onu bizə çatdırır. Heç sənə verən deyirəm, monitorinqə təzələn nəsə pul yığsalar, neynəsə mən verməyəcəm. İstəyir yazdırsın, istəyir versin, yazdırsın, istəyir yazdırmasın, özləri bilər. Mən verən deyirəm, 5 manatı verdik, dediklər ki, onun içindədir. İndi nə oldu, təzələn deyirlər ki, onun içində olmayıb, bir dənəsinin qiyməti olmur. Yəni bunlar da verən versin, verən verməsin, o mənadadır ki, yəni ki, tutar qatıq tutmaz ayran da. Kimdən nə aldıq, 2 manat, 3 manat, 5 manat. Görün bu boyda, bu məktəbdə bu bir belə uşaq var da. Görün bu, nə bilim, yığılanda nə qədər pul edir. Sinifə deyir BSG 5 manatdır, digər sinifə deyir 2 manat BSG-dir, 3 manat monitorinqdir. Hərə bir cür deyilir. Dəqiq bir söz deyilmir ki, məsələn, o pulu da yığıb verəsən. İddialarla bağlı adı çəkilən məktəbə yollandıq. Lakin məktəblilərin qış tətili olduğu üçün şagird və valideyn kollektivindən heç kəs yox idi. Sumqayıt şəhərində yerləşən 34 nömrəli məktəbin qarşısındayıq. İddialara görə bu məktəbdə təhsil alan bütün siniflərin şagirdlərindən böyük summativ qiymətləndirilmənin keçirilməsi üçün 3 fənnə görə 5 manat ödəniş tələb olunur. İddialarla bağlı Abşeron Xızı Regional Təhsil İdarəsindən isə Xəzər xəbərə bildirildi ki, məktəbin valideyn qrupuna aid olduğu iddia edilən səs yazısı ilə bağlı araşdırma aparılacaq. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Nərmin Məmmədhəsənli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.